Deməli uşaqlar, baxırıq ilkin yoxlama hissəsindən olan çalışmaların həllinə. Buradan birinci baxaq çalışma 1. Deməli, deyir ki, 394.367 ədədindən başlayaraq hər dəfə 1000 artırmaqla 400.000-dən kiçik ədədləri yazın. Baxın uşaqlar, bizə deyir ki, 394.367 ədədindən başla və bu ədədi hər dəfə bu ədədin üzərinə 1000 gəl və bu aldığın ədədlər 400.000-dən kiçik olsun. Yəni 400.000-i aşmasın. Yəni gəlin baxaq birinci ədədimiz. Başlanğıc olaraq 394.367. Üzərinə gəlinsin 1000. Baxaq buradan. 7-nin üzərinə 0 gəlirəm 7 edir. 6-ın üzərinə 0 gəlirəm 6 edir. 3-ün üzərinə 0 gəlirəm 3 edir. 4-ün üzərinə 1 gəlirəm 5 edir. Baxın 9-un aşağısı boşdur. Ona görə olduğu kimi qalır. 3-ün də aşağısı boşdur. Olduğu kimi qalır. Demək ki, ədədimizi aldıq 395.367. İndi gəlin bu ədədin üzərinə biz ikinci bir yenə 1000 gələk və növbəti ədədimiz nə alınacaq, onu tapmış olaq. Hər dəfə sütun toplamadan istifadə edəcəm. Hər birinizə rahat və uyğun olsun. Deməli, 7-nin üzərinə 0 gəlirik. Baxın, 7 edir. 6-ın üzərinə 0 gəlirik. 6 edir. 3-ün üzərinə 0 gəlirik. 3 edir. 5-in üzərinə 1 gəldikdə 6 edir. 9-un aşağısı uşaqlar boşluq olduğu kimi qalır. 3-ün aşağısı boşluq yenə olduğu kimi qalır. Deməli, növbəti ədədimizdə 396.367 ədədini almış olduq. Gələk indi 3-cü addımda yenə 1000 atdım. Üzərinə gələk, görək növbəti ədədimiz nə alınır. Deməli, 7-nin üzərinə 0 gəlirik. 7 edir. 6-ın üzərinə 0 gəlirəm, 6 edir. 3-ün üzərinə 0 gəlirəm, 3 edir. 6-ın üzərinə 1 gəlirəm, 7 edir. 9 aşağısı boşdur, olduğu kimi aşağı düşür. 3-ün aşağısı boşdur, olduğu kimi aşağı düşür. Demək ki, növbəti addımda 397.367 ədədini almış olduq. İndi gəlin 4-cü addımda yenə 1000 üzərinə gələk, baxaq, növbəti ədədimiz nə alınır? 7-nin üzərinə 0 gəlirəm, 7 edir. 6-ın üzərinə 0 gəlirəm, 6 edir. 3-ün üzərinə 0 gəlirəm, 3 edir. 7-nin üzərinə 1 gəlirəm, 8 edir. 9-un aşağısı uşaqlar boşdur, görürsünüzmü? 9-un aşağısı boşdur, ona görə olduğu kimi qalır. 3-ün də uşaqlar aşağısı boş olduğuna görə olduğu kimi qalır. Demək ki, növbəti ədədimiz 398.367 ədədi olmuş oldu. Gəlin baxaq, növbəti 5-ci addımda hansı ədədimizi almış olarıq. Yenə 1000 üzərinə gəlirəm. Yəni, bunların hər birini toplayıram mən. Burada yazmamışam, amma hər dəfə toplanır. Üzərinə əlavə etmək toplama deməkdir. Deməli, 7-nin üzərinə 0 gəlirik, 7 edir. 6-ın üzərinə 0 gəlirəm, 6 edir. 3-ün üzərinə 0 gəlirəm, 3 edir. 8-in üzərinə 1 gəlirəm, 9 edir. Burada 9-un aşağısı boşdur, olduğu kimi qalır. 3-ün aşağısı boşdur, olduğu kimi qalır. Deməli, növbəti ədədimiz 399.367 ədədi olmuş oldu. İndi gəlin 6-cı addımda baxaq, hansı ədədi almış olarıq. Yenə üzərinə 1000 gəlirəm. Alıram buradan 7-nin üzərinə 0 gəlirik, yenə 7 olduğu kimi qalır. 6-ın üzərinə 0 gəlirik, 6 edir. 3-ün üzərinə 0 gəlirik, 3 edir. 9-un üzərinə 1 gəlirəm, 10 olur, 0 yazıram 1 yadda. Daha sonra 9-un aşağısı baxın boşluğum olduğu kimi qalır. Lakin mənim burada 1 yaddan var. Uşaqlar, bu 1 yaddanı bu 9-un üzərinə gəlirəm, 10 alıram, 0 yazıram 1 yadda. Deməli, 1 yadda bunu yazdıq. Daha sonra 3 uşaqlar baxıram ki, bunun aşağısı yenə boşdur. Demək ki, yenə olduğu kimi qalır. Lakin mənim burada 1 yadda olduğuna görə həmin bu 3-ün üzərinə bu 1-i gəlirəm, 4 almış oluram. Demək ki, növbəti addımda mənim aldığım ədəd 400.367 ədədi olmuş oldu. Amma bizə şərtdə nədir uşaqlar? Deyir ki, 400.000-dən kiçik ədədlər
Bizim bu sonuncu aldığımız ədəd 400 mindən böyük ədəd olduğuna görə biz bu ədədi götürə bilmərik. Bizim götürəcəyimiz ədədlər 399.367, 398.367, 397.367, 396.367, 395.367 ədədləri götürmüş olacaq. İndi gəlin növbəti çalışmaya baxaq. İkinci çalışma. Ümid edirəm ki, birinci çalışma hər birinizə aydın oldu. Yenə də uşaqlar, hər hansı bir sualınız olarsa şərh bölməsində qeyd edin. Mən mütləqdir ki, sizin suallarınızı orada baxıb cavablandıracağım. Deməli, baxırıq ikinci çalışmada. Burada bizə nə verilir? Deyir ki, 857.419 ədədindən 500 minlik, 610 minlik, 4 minlik, 600'lük, 3 onluq çıxdıqda hansı ədəd alınır? Alınan ədədi sözlərlə, rəqəmlərlə və açıq şəkildə yazın. Deməli, burada uşaqlar, baxın, bizə verilən bu ədədlər, hansı ki, baxın, bu hissədən mən altına xətt çəkəcəm. Baxın, bunları biz bir yerdə yığmalıyıq ki, bu ədədimiz hansı ədəddir, onu müəyyən etmiş olaq. Gəlin ayrıca birinci olaraq bu ədədləri bir-bir yığaq. Deməli, 500 minlik, baxın 500 min deyir. 500 min. 500 min. Baxın 500 min. Görürsünüz mü? Üzərinə gəlinsin. 6-10 minlik. Bakın 6, 10 min. 10 min. 6, 10 min. Üzerine gelsin 4 min. 4 min. Üzerine gelinsin 600. Bakın 600. Ve üzerine gelinsin 3 onluq. 3 onluq. Təşlik onluq. Baxın, ümumiyyətlə bu ədədlərin yazılışı biz necə götürürük? Baxın, təşlik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Yəni bizim burada 500 minliyin, 100 minliyin yerində durduğuna görə 500 min deyə oxunur. Sonra 60 min, 6-10 min. Yəni 6 dənə 10 min. 6-10 min, bu da bizə 60 mini verir. 4 min, 4 dənə minlik, bu da bizə 4 mini verir. 600'lük, 600'lük de bize 600 vermiş olur. Deməli, uşaqlar, bu ədədləri biz toparlayaq. Deməli, 0, 0, 0 edir. 0 və üzərinə 3, 3 edir. Sonra 0 və 6, üzərinə gəlinsin 6, 6 alırıq. 0 üzərinə gəlinsin 4, 4 edir. 0 üzərinə gəlinsin 6, 6 alırıq. Və 5'in aşağısı göğsün boşluğu olduğu kimi qalır. Demək ki, bizə verilən bu ədədi yığdıqda biz 564.630 ədədini almış olduq. İndi uşaqlar, bizə verilən bu ədəddən aldığımız bu ədədi çıxmalıyıq ki, hansı ədəd qaldığını müəyyən edirik. Baxın, bizə burada çıxdıqda deyir. Çıxdıqda deyir, hansı ədəd alınır. Deməli, yazıram 857.419 çıxılsın 564.630. Deməli, baxın 9'dan 0 çıxıram. Aha, 9'dan 0 çıxıram, 9 edir. 1'dən 3'ü çıxmaq olmur. Gedirəm 4'dən 1 onluq alıb bu birin üzərinə qoyuram. Deməli, bir onluq borc alıb bura bir-birə verdiyimizə görə 11 almış olduq və 11'dən də 3 çıxanda uşaqlar 8 alırıq. 4'dən bir onluq götürmüşdüm və ona görə burada artıq 3 qalmış olur. 3'dən də uşaqlar altına çıxmaq olmur. Ona görə mən bu 7'dən bir onluq alıb bu 3'ün üzərinə qoyuram. Baxın, burada üzərində qeyd edirəm 3'ü. Fərqli qələmlə qeyd edəcəm. Baxın, burada mən 4'dən bir onluq alıb bu birin üzərinə verdiyimə görə məndə artıq burada 4 yox, burada 3 qalmış olur. Ona görə 3'dən də altına çıxmaq olmur deyə mən bu 7'yə gəlirəm, bir onluq alıb bu 3'ə verirəm. Olur deməli 13. 13'dən də altına çıxanda alırıq burada 7.
7. Deməli, burada bizim bir onluq götürdüyümüzə görə 7-nin yerində artıq qalır 6. 6-dan da 4 çıxıram, 2 alınır. Və gəlirik buradan 5-dən 6-na çıxmağa. 5-dən də uşaqlar 6-na çıxmaq olmur. Ona görə gəlirəm 8-dən bir onluq alıram. Bu 5-in üzərinə qoyuram. Deməli, olur 15. 15-dən də 6-nı çıxıram, alıram 9. Və burada 8-dən bir onluq biz 5-ə verdiyimizə görə burada artıq 8 yox 7 qalmış olur və 7-dən də 5-i çıxıram, alıram buradan 2. Demək ki, bizə verilən ədəddən bu topladığımız ədədi çıxdıqda 292.789 ədədini almış olduq. İndi bizə deyir ki, aldığımız bu ədədi sözlərlə, rəqəmlərlə və açıq şəkildə yazın. Deməli, uşaqlar, rəqəmlərlə yazış qaydası budur. Rəqəmlərlə yazış qaydası budur. İndi bunu sözlərlə yazaq. Deməli, sözlərlə yazışı necədir? Yazıram buradan sözlərlə. Görsənirmi? Aha. Sözlərlə. Deməli, yazırıq buradan 292.392.789 hansı ədədidir? 789. 789. Ümid edirəm ki, görüntü yaxşıdır və sualda sizə aydın olur. Deməli, sözlərlə yazış qaydamız budur. Rəqəmlərlə yazış qaydamız 292.789. Rəqəmlərlə yazış qaydası budur. İndi növbəti bizə açıq şəkildə yazmağımızı istəyir. Açıq şəkildə yazışı da uşaqlar yazıram burada açıq şəkildə. Açıq. Aha. Açıq şəkildə yazmaq üçün yazırıq buradan 200.000. 200.000. Baxın, 2 vurulsun 100.000. 200.000. Üzərinə gəlinsin. 9 vurulsun. 9 vurulsun. 9 vurulsun. 10.000. 10.000. Üzərinə gəlinsin. 2 vurulsun 1000. 2 vurulsun 1000. Üzərinə gəlinsin. 7 vurulsun 100. Üzərinə gəlinsin. 8 vurulsun 10. Üzərinə gəlinsin 9. Və bərabərdir. Burada yazırıq. 2 vurulsun. Buradan baxıram uşaqlar. Burada 1'in arxasında nə qədər sıfırımız var bizim? 1, 2, 3, 4, 5 dənə. 5 dənə sıfırımız olduğuna görə burada yazıram 10 üstü 5. Üzərinə gəlinsin, 9 vurulsun. Burada sayaq 1, 2, 3, 4. 4 dənə sıfır olduğuna görə 10 üstü 4 yazıram. Üzərinə gəlinsin. Burada 2 vurulsun. 1, 2, 3. 3 dənə sıfır olduğuna görə 10 üstü 3 şəklində yazırıq. Üzərinə gəlinsin. 7 vurulsun. Baxın, 1'in yanında 2 dənə sıfır olduğuna görə 7 vurulsun, 10 üstündə 2 yazırıq. Üzərinə gəlinsin, 8 vurulsun, üzr istəyirəm uşaqlar, 1'in yanında bizim bir dənə sıfırımız olduğuna görə 8 vurulsun, 10 üstü 1 yazırıq və üzərinə gəlinsin 9 şəklində yazırıq. Bu da bizim açıq şəkildə yazılış qaydamızdır. Demək ki, sözlərlə yazılış qaydamız bu formada oldu. 292.789. Yəni necə tələffüz ediriksə o formada yazırıq. Rəqəmlərlə yazış qaydası yazdığımız qaydadır. Yazdığımız necə yazırıqsa o şəkildədir. Və açıq şəkildə yazış qaydamız isə uşaqlar bu formadadır. Bu da ikinci sualımızın
Həlli ümid edirəm ki, bu sualda hər birinizə aydındır. Davam edirik 3-cü sualına. 3-cü sualda bizə burada nə verilir? 417.518 ədədinə 9 10 minlik, 8 minlik, 6 onluq, 7 təşlik əlavə etdikdə hansı ədəd alınır? Alınan ədədi sözlərlə, rəqəmlərlə və açıq şəkildə yazın. Deməli, uşaqlar, yenə eyni tipli sualdır. Baxaq burada. Nömrə 3. Deməli, indi gəlin bizə verilən bu ədədi bir yerə yığaq və bu ədədimiz hansı ədəd olduğunu birinci bunu müəyyənləşdirək. Demək, 9-10 minlik, yəni 9-10 min, yəni 90 min. Üzərinə gəlinsin 8 min, 8 min. Sonra 6 onluq, 6 onluq və 7 təşlik. Bunları toplayaq. 7, 0-ın üzərinə 6 gəlirəm. 6, 0-dır, olduğu kimi qalır. 0 sizə gəlin 8, 8 edir. 9, baxın aşağısı boşdur, olduğu kimi düşür. Deməli, 98.067 ədədini almış olduq. İndi bizə verilən bu ədəddən aldığımız bu ədədi, baxın, burada bizə əlavə et deyir. Əlavə et, əlavə et. O deməkdir uşaqlar, üzərinə gəlmək, yəni toplama deməkdir. Bayaqçı sualda bizdə çıxılmasını deyirdi, burada isə əlavə etməyimizi istəyir. Əlavə etdiysə, deməli, toplayırıq. Aldığımız bu ədədin üzərinə, deməli, 417.518 ədədin üzərinə bu aldığımız 98.067 ədədini əlavə edəcək. Üstə gəlinsin. Yenə sütun toplamadan istifadə edirəm. Hər birinizə rahat və aydın olsun. Bunları biliriksə, uşaqlar nə gözəl, hər birimizə təkrar olar. Yox, əgər bilmiriksə, bunları mütləqdir ki, mənimsəməliyik. Çünki bu ilkin yoxlama hissəsi bizdə 4-cü sinifi bir növ təkrar etmiş oluruq. Deməli, 8-in üzərinə 7 gəlirik. Edir neçə? 15. 5 yazıram, 1 yadda. 1-in üstünə 6 gəlirik. 7 edir. Və burada 1 yaddamız var. 10 da üzərinə əlavə etdiksə 8 alırıq. 5-in üzərinə 0 gəlirik. 5 edir. 7-nin üzərinə 8 gəlirik. 15 edir. 5 yazıram. 1 yadda. 1-in üzərinə 9 gəlirəm. 10 edir. Və mənim burada 1 yaddam var. 10 da əlavə üzərinə gəlsəm 11 alıram. Yenə 1 yadda. Baxın, buraya yazıram. Və 4'dür. 4'ün aşağısı uşaqlar boşdur. Ona görə olduğu kimi qalır. Lakin mənim burada bir yaddam olduğuna görə bu biri də üzərinə gəlirəm. Alıram buradan 5. Demək ki, cavabımız oldu neçə? 515.585. İndi alınan bu ədədi sözlərlə yazaq. Deməli, yazıram sözlərlə. Sözlərlə. Baxın, necə tələffüz edirik? 515. 500. 15 5000 500 580 85. Baxın, necə tələffüz ediriksə, sözlər o formada yazırıq. 515.585. İndi rəqəmlə yazılışı elə budur. 515.585. Daha sonra açıq şəkildə yazılışı yenə yazıram. 500.000 dediyimizə görə uşaqlar 5 vurulsun 100.000 yazıram. Üzərinə gəlinsin. 15.000 dediyimizə görə 1 vurulsun 10.000 yazdım. Üzərinə gəlinsin. Baxın, 5.000 dediyimizə görə 5.000. 5 vurulsun 1000 götürürük. Üzərinə gəlinsin 500. Baxın, buradan söhbət gedir. Üzərinə gəlinsin 5 vurulsun 100. Üzərinə gəlinsin
Baxın, burada 8 onluğumuz var. 8 vurulsun 10, üzərinə gəlsin 5 təşliyimiz olduğuna görə 5 üzərinə gəlir. Bərabərdir. İndi aldığımız bu yazışı biz onun qüvvətlər şəklində yazmalıyıq ki, açıq şəkildə tam yazmış olaq. Deməli, bərabərdir. Baxın, 5-i olduğu kimi saxladım. İndi burada birincidə vurmamda 1-in yanındakı sıfırları sayıram. 1, 2, 3, 4, 5. 5 dənə sıfırın olduğuna görə yazıram 10 üstündə 5. Üzərinə gəlinsin, 1 vurulsun. 1-in yanında 1, 2, 3, 4 dənə sıfır olduğuna görə yəni yazıram 10 üstündə 4. Üstə gəlinsin, 5 vurulsun. 1, 2, 3 dənə sıfır olduğuna görə yazıram 10 üstündə 3. Üstə gəlinsin, 5 vurulsun. 5 vurulsun, baxın buradan söhbət gedir. 1-in yanında 2 dənə sıfır olduğuna görə yazıram 10 üstündə 2. Üzərinə gəlinsin, 8 vurulsun. 1-in yanında bir dənə sıfır olduğuna görə 10 üstü 1 yazıram və üzərinə gəlsin 5 təkliyimi də yazdım. Demək ki, uşaqlar, sözlərlə yazış qaydası bu formadadır. Rəqəmlərlə yazış qaydamız bu formadadır. Açıq şəkildə yazış qaydamız da bu formadadır. Ümid edirəm ki, bu sualda hər birinizə aydın oldu. Gəlin, keçək indi növbəti çalışmamıza, 4-cü çalışmaya. Görüntü. Aha, məncə görüntü yaxşıdır. Deməli, verilən ədədləri onluqlar, minliklər, 10 minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırın. Deməli, birinci verilən bu ədədlərimizi onluqlar mərtəbəsinə görə yuvarlaqlaşdırmalıyıq. Birinci, 4-cü çalışmada birinci onluqlar mərtəbəsi. Üç yüz on yeddi min 809 sonra 750 min 328 891 min 628 756 min 5 340 min 926 926 500 min 288 288. Baxın, indi burada onluqlar mərtəbəsinə görədir. Onluqlar mərtəbəsi mən sayıram. Baxın, burada 9 təkliyim var. 9 təkliyim var, 0 onluğum var. Baxın, onluqlar bura düşür. Və hansı mərtəbəni məndən istəyir, onun altına xətt çəkdim. Sonra təşliklər, 8 təşliyim var, 2 onluğum var. Demək ki, onluğum bura düşünə görə buranın altına xətt çəkirəm. Daha sonra yenə növbəti ədəddə bura 8 təşlik, 2 onluq. Baxın, bura düşür, altına xətt çəkdim. Sonra burada 5 təşlik, görürsünüzmü? Təşlik, onluq. Bu da bura düşdü. 6 təşlik, 2 onluq. Bura düşür, altına xətt çəkirik. 8 təşlik və 8 onluq. Bura düşdüyünə görə altından xətt çəkirik. İndi gəlin, mərtəbəyə yuvarlaşdıraq. Yuvarlaşdırma qaydamız necədir uşaqlar? Yuvarlaşdırmaya aid izahı mən kanalda yerləşdirmişəm. Əgər bu mövzudan bir məlumatınız yoxdursa, bu sual işləməmişdən qabaq yaxşı olardı ki, həmin mövzunun izahına baxasınız. Daha sonra bu misalın həllinə, izahına baxasınız. Deməli, yuvarlaşdırmada biz yuvarlaşdıracağımız ədəddən sonraki ədədə baxırıq. Əgər bu ədəd görürük ki 9'dur. 9 olduğuna görə bu ədədimiz, yəni yuvarlaşdıracağımız ədəd bir vahid artır və özündən əvvəlkilər olduğu kimi qalır, digərləri də sıfıra çevrilir. Deməli, olur 317.810. Görürsünüzmü? Özündən əvvəlki ədədlər olduğu kimi qaldı. 0 bir vahid artdı və özündən sonrakılar sıfıra çevrilmiş oldu. Növbəti ədədimiz
mərtəbə, onluqlar mərtəbəsinə görə yuvarlaşdırırıq. Baxıram ki, özündən sonra gələn ədədim 8-dir və 8 olduğuna görə 2-dən öncə nə ədədim varsa, onlar hər biri olduğu kimi qalır. 750.000 3. Baxın, 328-dir. 2-dən öncə nə ədədim var idisə, hər birini buraya yazdım. Və 2 özündən sonra gələn rəqəm 8 olduğuna görə bu 2 bir vahid artır, olur 3 və özündən sonra gələn rəqəmlər hər biri sıfıra çevrilir. Deməli, burada 750.330 ədədini almış olduq. Daha sonra növbəti yenə 2-dən sonra baxıram ki, 8 gəlir. Yenə 8 olduğuna görə bu 2, yəni yuvarlaşdıracağım ədəd bir vahid artır və özündən qabaqki ədədlər olduğu kimi qalır və özündən sonraki ədədlər sıfıra çevrilir. Deməli, 2-dən öncə nə rəqəmim var? Hər birini olduğu kimi buraya yazıram. 891 və 6. Və bu 2-ni uşaqlar bir vahid artırıram. Yəni bir vahid artırmaq nə deməkdir? Üzərinə 1 gəlmək. Aldım buradan 2-nin üzərinə 1 gəldim, aldım 3 və bu 2-dən sonra mənim olan bu 8-im sıfıra çevrilir və bu formada yazırıq. Demək ki, 891.628 ədədini onluqlar mərtəbəsinə görə yuvarlaşdırdıqda biz 891.630 ədədini almış olduq. İndi burada uşaqlar 756.005 ədədini onluqlar mərtəbəsinə görə yuvarlaşdırmalıyıq. Yenə baxıram buradan, yuvarlaşdıracağım ədəddən sonra gələn ədədim 5-dir. Ona görə bu sıfırım, yəni yuvarlaşdıracağım ədəd bir vahid artır, öncəkilər olduğu kimi qalır və özündən sonrakilər sıfıra çevrilir. Deməli, alıram buradan, öncə nə gəlirsə, hər birini olduğu kimi saxlayıram. 756 və bu sıfırda olduğu kimi yazdım mən. İndi yuvarlaşdıracağım ədəd, yəni sıfırım, uşaqlar, özündən sonra gələn ədədim dedim 5 olduğuna görə bu bir vahid artır, yəni sıfırın üzərinə 1 gəlirik, alırıq 1 və bura yazırıq 1. Və özündən sonra gələn nə rəqəmlər varsa, hər biri sıfıra çevrilir. Demək ki, 756.010 ədədini almış olduq. Daha sonra 340.926 ədədində içini yuvarlaşdırırıq. Deməli, 2-dən sonra gələn ədədin baxıram ki, 6-dır. 6 olduğuna görə 2 bir vahid artacaq. Özündən sonra nə rəqəmlər varsa hər biri sıfıra çevrilir. Özündən əvvəlkilər də olduğu kimi qalır. Deməli, özündən əvvəl nə varsa hər birini olduğu kimi yazıram. 3, 4, 0, 9. Bunu yazdım olduğu kimi yerinə. Baxıram 2, 2, 6, özündən sonra 6 gəlir, ona görə bir vahid artır, 2-nin üzərinə 1 gəlir, alırıq 3 və özündən sonra nə rəqəmlər varsa hər birini sıfıra çevrilir. Demək ki, 390.930 ədədini almış olduq. İndi gəlin növbəti sonuncu ədədimizdə baxaq, 500.288. Burada yuvarlaşdıracağım ədəd onluqlar mərtəbəsində duran 8-dir. 8-i uşaqlar, deməli, 8-dən sonra gələn ədədim 8-dir. Ona görə burada bu 8-im, yəni onluğa mərtəbəsində duran 8-in bir vahid artacaq və özündən sonra nə varsa hər biri sıfıra çevirir, əvvəlkilər də olduğu kimi qalır. Deməli, bu 8-ə qədər olan rəqəmlərin hər birini olduğu kimi köçürdürəm. Yazıram 5, 0, 0, 2. Dayandım. İndi, baxın, bir də deyirəm. Bu 8-dən sonra gələn ədədim 8 olduğuna görə bu 8 bir vahid artır, yəni üzərinə 1 gəlir, edir 9 və özündən sonra gələn rəqəm sıfıra çevrilir. Bu formada onluqlar mərtəbəsinə görə yuvarlaşdırmamız bu formada uşaqlar. İndi həmin bu ədədləri biz minliklər mərtəbəsinə görə yuvarlaşdıraq. Deməli, yazıram 2-ci minliklər mərtəbəsi. Ədədləri mən bura köçürdürəm. Vaxt itirməsin deyə videonu dayandırıram. Deməli, uşaqlar, indi minliklər mərtəbəsinə görə yuvarlaşdırırıq. İndi gəlin minliklər mərtəbəsində duran ədədimiz hansıdır? Baxın, yenə sondan əvvələ doğru biz mərtəbə vahidlərinə görə gedirik. Baxın, burada 9 təşliyim var. Üzərinə yazıram T. Gördünüz mü? 9 təşlik. Daha sonra 0 onluğum var. Onluqlar mərtəbəsinə durduğuna görə üstünə 10 yazdım. Və 8 yüzlüyüm var. Baxın, burada yüzlükdür. Ona görə üstünə Y yazdım. Və 7 minlik. Baxın,
Minlik bura düşdüyünə görə üstünə M yazdım. Deməli, minliklər mərtəbəsində duran ədədim 7-dir. Sonra bu mərtəbə vahidlərinin bağlı dərsdə izahını vermişəm. Ona görə burada çox geniş şəkildə üzərində durub videonun həzmini genişləndirmirəm. Deməli, uşaqlar, üzr istəyirəm. Zəng gəldi telefona, ona görə. Deməli, burada minliklər mərtəbəsində duran ədədim 7 olduğuna görə altına baxın, xətt çəkdim. Fərqli rənglə çəkirəm. Bilmirəm, nə dərəcədə orada fərqli görsənir. Deməli, bunu buradan qeyd edək. İndi gəlin ikinci ədəddə minliklər mərtəbəmizdə duran ədəd hansıdır, onu müəyyənləşdirib sonra misallarımızı həll edək. Burada yenə baxıram, 8 təşliyim var. Baxın, ikinci dəfə deyirəm. 8 təşliyim var. Görürsünüzmü? Təşliş, onluq, yüzlük, sonra minlik. Baxın, minlik. Bura düşdüyünə görə altından xətt çəkdim. Daha sonra burada yenə növbəti ədəddə baxıram, 8 təşlik, 2 onluq, 6 yüzlük, 1 minlik, baxın, min. Bura düşdüyünə görə uşaqlar altından xətt çəkdim. Sonra 5 təşlik, görürsünüzmü? 5 təşlik, 0 onluq, 0 yüzlük və 6 minlik. Baxın, minlik bura düşür, min. Ümumiyyətlə uşaqlar, minlikdə bizdə ümumilikdə 4 dənə rəqəm olur minlikdə. Bir ədədin özü olur, bir də arxası isə 3 dənə rəqəm olur. Yəni minlik deyəndə nəzərə alın ki, 4-cü yerdə duran ədədimiz bizim minliklər mərtəbəsində duran ədədimizdir. Sonra növbəti ədəddə 6 təşliyimiz var, 2 onluğumuz var, 9 yüzlüyümüz var, görürsünüzmü? Burada 0 minliyimiz var. Bunu da üzərinə qeyd edirəm və altından xətt çəkirəm. Və növbəti ədədimizdə burada 8 təşliyim var, görürsünüzmü? 2 onluğum var, 2 deməli yüzlüyüm var və 0 minliyim var və bunu da altından xətt çəkdim. İndi gəlin mərtəbələr, minliklər mərtəbəsinə görə yuvarlaşdıraq. Bunları təyin etdik, artıq gəlin yuvarlaşdırma prosesini yerinə yetirək. Deməli, burada bizə baxıram ki, yuvarlaşdıracağım ədəddən sonra, yəni altından xətt çəkdiyim ədəddən sonra gələn ədədim 8-dir. 8 olduğuna görə, uşaqlar, bu 7, yəni yuvarlaşdıracağım ədəd, altından xətt çəkdiyim ədəd bir vahid artır və özündən öncə nə ədədlər varsa, hər biri sıfıra çevrilir, və deməli, özündən əvvəl olanlar hər biri olduğu kimi qalır, özündən sonra olanların da hər biri sıfıra çevrilir. Deməli, özündən, yəni altına xətt çəkdiyim ədədə qədər olan rəqəmlərin hər birini olduğu kimi yazıram. 7-dən əvvəl mənim bir 3-üm var, bir də 1-im. Bunu olduğu kimi yazdım bura. İndi bu yuvarlaşdıracağım ədəd uşaqlar. Baxıram ki, özündən sonra gələn ədədim 8-dir. 8 olduğuna görə bu 7 bir vahid artır. Yəni, bir vahid artırma o deməkdir ki, üzərinə 1 gəlməkdir. Üstə gəlmə 1 deməkdir. 7-nin üzərinə 1 gəlirəm, edir 8. Baxın, yazdım bura 8. Yəni, bu 7-nin yerinə bu 8-i yazdım. Və 7-dən sonra neçə dənə mənim ədədim var? 3 dənə. Ona görə bura 3 dənə 0 yazıram. Aydındır mı uşaqlar? Baxaq növbəti çalışmaya, növbəti ədədimizə. Burada bizə baxıram, altına xətt çəkdiyim ədəd 0-dır. Və 0-dan sonra gələn ədədim, yəni 3 olduğuna görə bu 0 dəyişməyəcək, olduğu kimi qalır. Və onun əvvəli özündən ədəd nə varsa, hər biri olduğu kimi qalır, digəri də sıfıra çevrilir. Yəni, baxın, bir də deyirəm, altına xətt çəkdiyim ədəddən əvvəl nə qədər rəqəm varsa, hər birinin olduğu kimi buraya yazıram. Baxın, sıfırdan əvvəl 7 və 5 rəqəmim var. Bunları olduğu kimi saxladım. Və sıfırdan sonra gələn rəqəmim 3 olduğuna görə 0 dəyişmir, olduğu kimi qalır. Və sıfırdan sonra
Baxın, nə qədər rəqəmin varsa, o qədər də 0 yazıram. 1, 2, 3. Demək ki, 750.328 ədədi minliklər mərtəbəsinə görə yuvarlaşdırdıqda alırıq 750.000. Baxaq növbəti ədədimizə. Növbəti ədədimizdə yuvarlaşdıracağımız, altına xətt çəkdiyimiz ədəd 1-dir. 1-dir və 1-dən sonra baxıram ki, 6 gəlir. Demək ki, 6 gəlirsə, mən bu 1-i bir vahid artırmalıyam. Və bu 1-dən əvvəl rəqəmlərim olduğu kimi qalır, özündən sonrakılar isə 0-a çevrilir. Yəni, uşaqlar, 1-dən, yəni altına xətt çəkdiyim ədədə qədər, nə qədər rəqəmin varsa, hər birini bura yazdım. Baxın, 1-ə qədər nə rəqəmi vardısa yazdım, olduğu kimi köçürdüm. Sonra, bax, bu 1-dən, özündən sonra, baxın, 6 gəlir. 6 gəldiyinə görə bu 1-i, yəni altına xətt çəkdiyimiz ədədi bir vahid artırırıq. Bir vahid artırma üstə gəl 1 deməkdir. Yəni 1-in üstünə 1 gələndə 2 alınır. Deməli, uşaqlar, baxın, bu 1-in yerinə mən bu 2-ni yazdım. Aydındırmı? Sonra, özündən sonra nə qədər rəqəm varsa, hər biri qədər 0 yazıram. 1, 2, 3. Baxın. Gördünüzmü? 892.000. Deməli, 891.628 ədədini yuvarlaşdırdıqda 892.000 almış olduq. Daha sonra 756.000. 756.005 ədədini minliklər mərtəbəsinə görə yuvarlaşdırırıq. Yuvarlaşdıracağımız ədəd 6-dır. Altında xətt çəkmişik və baxıram, özündən əvvəl nə rəqəmlər varsa, 6-dan əvvəl nə rəqəmlər varsa olduğu kimi saxlayıram. 7 və 5 və yuvarlaşdıracağım ədəd 6. Baxın, 6-dan sonra gələn ədədim 0-dır. Baxın, uşaqlar, bir də deyirəm, biz burada yalnız bu ədədin artıb artmamağını özündən sonra gələn ədədləri, özündən əvvəlki yox, uşaqlar, özündən sonra gələn ədədlərin hansı olmasına görə müəyyənləşdiririk. Yəni, burada ədədim 0 olduğuna görə bu 6 dəyişmir, olduğu kimi qalır və özündən sonra, 6-dan sonra nə qədər rəqəm varsa, onun sayı qədər bura 0 yazıram. Gördünüzmü? Deməli, indi növbəti ədədimizdə yuvarlaşdıracağımız ədəd 0-dır və 0-dan əvvəl nə qədər rəqəmi varsa, olduğu kimi saxlayıram. 34 yazdım bura. Və burada 0-dan sonra baxıram, uşaqlar. 0-dan sonra gələn rəqəmim 9-dur. Baxın, bu rəqəmim 9-dur. 9 olduğuna görə bu 0-ın üzərinə mən 1 gəlməliyəm, yəni bir vahid artırmalıyam. Və 0-ın üzərinə 1 gələndə aldıq 1. Yəni, bu 0-ın yerinə mən bu 1-i yazdım. Nəyə görə? Buradakı ədədim 9 olduğuna görə. Və 0-dan sonra gələn bütün rəqəmlərimin əvəzində bura 0 yazırıq. Bu, bir məna olaraq bir qaydadır, uşaqlar. Bunu biz artıq ibtidai sinifdən keçə-keçə gəlirik bu yuvarlaşdırmanı və artıq mənimsəməliyik. Deməli, gəldi sonuncu ədədimiz 500.288-dir. Baxın, 500.000. Yuvarlaşacağım ədəd 0-dır, altından xətt çəkmişəm və özündən əvvəl nə ədədlər gəlirsə, hər birini bura köçürtdüm. Düzdürmü? Və 0-dır, altına xətt çəkdiyim ədəd. Özündən sonra gələn rəqəmim 2-dir və 2 olduğuna görə dəyişmir, 0 olduğu kimi qalır. Lakin özündən sonra nə qədər rəqəm varsa, onun sayı qədər də bura 0 yazıram. Demək ki, 500.000 almış olduq. İndi gəlin, növbəti 10 minliklər mərtəbəsinə qədər yuvarlaşdıraq. Mən bu rəqəmləri yenə bura köçürdəcəm. Vaxt itməsin deyə videonu dayandırıram. Davam edirik, uşaqlar. 10 minliklər mərtəbəsinə görə yuvarlaşdırma ilə burada baxaq biz 10 minliklər mərtəbəsində duran ədədimiz hansıdır? Birinci bunları müəyyənləşdirək, daha sonra yuvarlaşdırmanı yerinə yetirək. Baxıram burada, baxın, 9 təşliyim var, üzərinə t yazdım. 0 onluğum var, üzərinə o yazdım. 8 yüzlüyüm var, üzərinə y yazdım. 7 minliyim var, üzərinə m yazdım və 1 10 minliyim var. Baxın, 10.000, bax burada. Altına xətt çəkdim.
Gördünüz mü? 10.000. Ədədi oxuyanda necədir? 310 min, 317 min, 310 min. Görürsünüz mü? Baxın, ona görə bax bura düşür. Tələffüz etdiyimiz şəkildə uşaqlar bunu müəyyən edə bilərsiniz. Sonra baxıram, burada da yenə 8 təşlikdir, 2 onluqdur, 3 yüzlükdür, 0 minlikdir və 5 10 minlik bura düşür. Uşaqlar, bu mərtəbə görə ədədləri müəyyən etməyin artıq öyrənməlisiniz. Burada bir boşluq qoymamalısınız özünüzdə ki, sonraki dərslərdə bir çətinlik sizdə yaratmasın. Yəni bunu artıq öyrənməlisiniz. Daha sonra burada 8 təşliyimiz var. Sonra 2 onluğumuz var, 6 yüzlüyümüz var, 1 minliyimiz var və 9 10 minliyimiz var. Altına xətt çəkdim. Sonra 5 təşliyim var, 0 onluq, 0 yüzlük, 6 minlik, 5 10 minlik. Bunu da aşağısına xətt çəkdim. Sonra 600 təşliyim var, 9 2 onluğum var, 9 yüzlüyüm var və 0 minliyim var, 4 10 minliyim var. Altına xətt çəkirəm. Növbəti ədədimizdə 8 təşliyim var, 8 onluğum var, 2 yüzlüyüm var, 0 minliyim var və 0 10 minliyim var. Bu da altından buradan xətt çəkdim. İndi gəlin mərtəbə vahidlərinə görə yuvarlaşdıraq. Baxın, birinci ədədimdə altına xətt çəkdiyim ədəddən öncə nə varsa olduğu kimi saxlayıram. 3 qaldı yerində. Özündən sonra gələn ədədə baxıram. Özündən sonra gələn ədədim baxın 7-dir. Özündən sonra gələn ədədim 7-dir. Ona görə bu 1 vahid artacaq, olacaq 2 və özündən sonra gələn ədədim rəqəmlərini say qədər bura 0 yazıram. 1, 2, 3, 4 dənə rəqəm olduğuna görə bura 4 dənə 0 yazdım. Sonra ikinci bir ədədimdə yuvarlaşdıracağım ədəd 5-dir. Altına xətt çəkmişəm və özündən öncə gələn ədədləri olduğu kimi yazdım bura. Gördünüz mü? 7-nin olduğu kimi saxladım. 5-dir. Baxıram 5-dən sonraki ədədim. Gəlir burada 0. Aha, 0 olduğuna görə mənim bu 5-im dəyişməyəcək. Olduğu kimi qalır. Və özündən sonra gələn nə qədər rəqəm varsa, hər birinin sayı qədər bura 0 yazıram. 1, 2, 3, 4. Saydım 4 dənə rəqəm olduğuna görə 4 dənə də bura 0 yazdım. Aydındır mı? Ümid edirəm ki, aydındır. Bərabərdir. Növbəti ədədimizdə 8-dən deməli yuvarlaşdırma ədəd 9-dur. 9-dan öncə gələn 8-i olduğu kimi saxlayıram, yazdım bura. Və 9-a. 9-dan sonra baxıram 1 gəlir. 1 gəldiyinə görə 9 dəyişmir, olduğu kimi qalır və özündən sonra gələn rəqəmlərin sayı qədər də bura 0 atıram. Baxıram ki, buradan 1, 2, 3, 4 dənə rəqəm olduğuna görə 4 dənə də bura 0 yazmış oldum. Növbəti ədədimizdə yuvarlaşdıracağım ədəd 5-dir. Altına xətt çəkdiyimiz ədəd və özündən əvvəl nə rəqəm varsa olduğu kimi saxladım və özündən sonra gələn rəqəm 6-dır. 6 olduğuna görə bu 5 bir vahid artacaq, olacaq 6 və nə qədər özündən sonra rəqəm varsa onların sayı qədər 0 bura atmış oldum. Baxın, 1, 2, 3, 4. 4 dənə rəqəm olduğuna görə 1, 2, 3, 4 dənə bura 0 yazmış oldum. İndi gələn növbəti ədədimiz 340.926-dır. Burada yuvarlaşdıracağımız ədəd 4-dür. 4-dən əvvəl gələn rəqəmi, yəni 3-ü olduğu kimi yazdım və 4-dən sonra baxıram ki, 0 gəlir və 0 olduğuna görə mənim bu 4-üm dəyişməyəcək, olduğu kimi qalacaq. Olduğu kimi qalır və deməli alınır burada 4 və özündən sonra gələn rəqəmlərin sayı qədər 0 bura atmış oldum. Sonra növbəti ədədim 500.288-dir.
Bulaşdıracağım ədədi 0-dır. Altına xətt çəkmişik və özündən əvvəl gələn ədədi bura olduğu kimi yazdım və özündən sonra gələn ədəd baxıram ki 0-dır. 0 olduğuna görə mənim bu 0-ım artmayacaq, olduğu kimi qalır və özündən sonra gələn rəqəmlərin sayı qədər bura mən 0 atmış olacağım. Sayaq 1, 2, 3 və 4. 4 dənə rəqəm olduğuna görə bura 4 dənə 0 atmış oldum. Deməli uşaqlar, 4-cü çalışmamız da bundan ibarət idi. Ümid edirəm ki, bu çalışmada hər birimizə aydındır.